bürcü 29 iyun 2026-cı il. Bir çox iş yaxşı alınacaq. Amma günə məhz sizi ruhlandıracaq işlərlə başlamaq lazımdır. Onlarda uğur qazanmaq gözlədiyinizdən daha asan olacaq. Üstəlik nailiyyətləriniz diqqətdən kənarda qalmayacaq. Onlar sizə faydalı müttəfiq ola biləcək insanların diqqətini cəlb edəcək. Bir çox qoçlar üçün bu gün yeni işgüzar tərəfdaşların, nüfuzlu himayədarların və investorların meydana çıxması ilə bağlı olacaq. Emosional fon gün ərzində müsbət olacaq. Amma axşam xüsusilə əlverişli keçəcək. O ailəli qoçları sevindirəcək. Yaxınlarla münasibətlər əvvəlkindən də daha ahəngdar və səmimi olacaq. Sizi narahat edən fikir ayrılıqları isə keçmişdə qalacaq. Buğa bürcü 29 iyun 2026-cı il. Əla xəbərlər əhvalınızı yüksəldəcək və bir çox buğaları qətiyyətli addımlar atmağa ruhlandıracaq. Əgər son vaxtlar yerinizdə sayır, planlarınızın reallaşmağına şübhə edir və ya sadəcə hara doğru hərəkət etməli olduğunuzu bilmirdinizsə, bugün həm aydınlıq, həm də nikbinlik üçün kifayət qədər əsas yaranacaq. Bəzi bürc nümayəndələri çox əmək sərf etdikləri işi uğurla başa vuracaq. Digərləri yeni müttəfiqlər tapacaq. Üçüncülər isə həftənin əvvəlində göstərdikləri səylərə görə səxavətli mükafat alacaqlar. Gün işgüzar ünsiyyət üçün əlverişli olacaq. Həmkarlarla asanlıqla dil tapacaqsınız. Rəhbərlik də böyük ehtimalla sizin tərəfinizdə olacaq. İşlə bağlı bəzi məsələləri qeyri-rəsmi şəraitdə müzakirə etmə imkanı yaranacaq və bu çox faydalı olacaq. Əkizlər bürcü 29 iyun 2026-cı il. Gün əladır, amma tələskənliyi sevmir. Əgər bütün işləri tək başına görmək istəmirsinizsə, heç olmasa tempinizi 2 dəfə azaltmağa çalışın. Belə etsəniz, bəlkə də müttəfiqlərinizdən kimsə sizə çata biləcək. Uğurlu təsadüflər mümkündür və onların sayəsində uzun müddətdir baş sındırdığınız məsələlərin həllini tapacaqsınız. Müsbət tendensiyaların təsiri maliyyə sahəsində üstünlük təşkil edəcək. Pul daxil olmaları o cümlədən gözlənilməz mənbələrdən gəlirlər. Uğurlu sövdələşmələr və alış-verişlər mümkündür. İntuisiyanıza güvənə bilərsiniz. O, düzgün seçim etməyə kömək edəcək, amma ətrafdakıların məsləhətlərinin böyük ehtimalla faydası olmayacaq. Xərçəng bürcü 29 iyun 2026-cı il. Səhər uğursuz təsadüflər və ya xırda xoşagəlməzliklərlə sizi məyus edə bilər. Amma buna görə çox narahat olmağa dəyməz. Çünki vəziyyət çox tezliklə yaxşılığa doğru dəyişəcək. Bugün bir çox xərçənglərə köhnə müttəfiqlərin dəstəyi lazım olacaq. Vaxtilə özünüz kömək etdiyiniz insanlardan xahiş etməkdən çəkinməyin. Onlar sizə minnətdarlıq bildirməkdən məmnun olacaqlar. Günün ortası işgüzar əlaqələri möhkəmləndirmək üçün münasib olacaq. Potensial tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə etmək, rəhbərliklə yeni ideyalarınızı bölüşmək olar. İşdə təşəbbüs göstərsəniz, həmkarlarınız mütləq sizi dəstəkləyəcəklər. Şir bürcü 29 iyun 2026-cı il. Hər şey istədiyiniz qədər möhtəşəm alınmayacaq, amma ümumilikdə kifayət qədər yaxşı keçəcək. Əgər yalnız şansa güvənməsəniz və məqsədə çatmaq üçün səy göstərsəniz, əldə etdiyiniz nəticələrdən razı qalacaqsınız. Günə tanış işlərlə köhnə layihələrin tamamlanması ilə və dəfələrlə müzakirə olunmuş məsələlərin həlli ilə başlamaq daha yaxşıdır. Sonra isə yeni işlərə keçmə imkanı yaranacaq. Günün ikinci yarısı həm fikir və köməkçilər axtarmaq üçün münasibdir. Məqsəd və maraqları sizinkinə yaxın olan insanlarla ünsiyyət qura biləcəyiniz tədbirlərə qatılmaq üçün yaxşı vaxtdır. Qız bürcü 29 iyun 2026-cı il. Bəzi işlər gözlədiyinizdən daha çox səy tələb edəcək, amma siz buna görə narahat olmayacaqsınız. Birincisi, həll edilməli olan tapşırıqlar o qədər də çətin olmayacaq. İkincisi, əməyinizin qarşılığı səxavətli olacaq. Üstəlik, çox yaxın zamanda işinizə yarayacaq faydalı təcrübə qazanmaq, yeni biliklər əldə etmə şansı olacaq. Çox şey məqsədlərinizi nə qədər tez müəyyənləşdirəcəyinizdən və prioritetləri düzgün seçəcəyinizdən asılı olacaq. Günə məhz bununla başlamaq lazımdır. Eyni zamanda başqalarının təsiri altına düşməməyə və öz maraqlarınızı, üstünlüklərinizi unutmamağa çalışın. Başqaları üçün çox faydalı iş görə bilərsiniz, amma bunun naminə öz planlarınızı qurban vermək heç də vacib deyil. Tərəzi bürcü 29 iyun 2026-cı il. Günün başlanğıcı hadisələrlə zəngin olacaq. Bu vaxt həm xoş xəbərlər, həm məyusluqlar, həm də çaşdırıcı hadisələr baş verə bilər. Məhz baş verənlərin ziddiyyətli olması səbəbindən bu dövr ən həssas tərəzilər üçün çətin olacaq. Amma bürc nümayəndələri sağlam düşüncəni rəhbər tutsalar, yaranmış vəziyyətin bütün üstünlüklərini görəcək və bundan sonra hansı istiqamətə hərəkət etməli olduqlarını anlayacaqlar. Günün ikinci yarısı daha sakit keçəcək. Bu vaxt əvvəllər başlanmış işləri başa çatdırmaq, təşkilati məsələləri həll etmək və sənədləri rəsmiləşdirmək üçün münasibdir. Maraqlı təkliflər almağınız mümkündür. Onlar həm işgüzar, həm də romantik xarakter daşıya bilər. Hər halda hər şeyi düşünüb, ölçüb biçilmiş qərar vermək üçün kifayət qədər vaxtınız olacaq.
Əqrəb bürcü 29 iyun 2026-cı il. Hər şey asan olmayacaq, amma yaranan bütün problemlərin həllini tapacaqsınız. Bunun üçün ısrarlı olmaq lazım gələcək. Çünki hər şey dərhal istədiyiniz kimi alınmayacaq. Ola bilsin ki, planlaşdırılmış işlərə tamamilə yeni tapşırıqlar əlavə olunsun və ya öz işlərinizlə deyil, başqalarının məsələləri ilə məşğul olmalı olasınız. Amma belə vəziyyətdə də siz əla nəticə göstərəcəksiniz. Çünki adət etdiyiniz üsullarla deyil, daha səmərəli yeni yollarla hərəkət etməyə çalışacaqsınız. İşgüzar ünsiyyət baxımından da bu ən asan gün deyil. Bir çox əqrəblər bugün xoşa gəlməz insanlarla ünsiyyət qurmalı, çoxlu mübahisə doğuran mövzuları müzakirə etməli və tənqidi fikirlər eşitməli olacaqlar. Sakitliyinizi, heç olmasa onun görüntüsünü qorumağa çalışın. Belə etsəniz bütün fikir ayrılıqlarını daha tez nizamlaya biləcəksiniz. Ox atan bürcü 29 iyun 2026-cı il. İnadkarlıq göstərin və uzun müddətdə can atdığınız məqsədə çatacaqsınız. Bugün bir çox baxımdan əlverişli olacaq, amma müsbət tendensiyaların təsiri xüsusilə iş sahəsində nəzərə çarpacaq. Bir çox ox atanlar işdə uğur qazanacaq, əvvəllər çətin görünən tapşırıqların öhdəsindən əla gələcəklər. Ola bilsin ki, burada yeni müttəfiqlər kömək etsin. Çox güman ki, həmin insanlarla münasibətlər tezliklə qeyri-rəsmi xarakter alacaq və siz dostlaşacaqsınız. Günün ikinci yarısı aşiq ox atanlara xoş sürprizlər vəd edir. Hisslərini etiraf etməyə və ya çoxdan simpatiya bəslədikləri insanla ünsiyyətdə təşəbbüs göstərməyə qərar verən ulduzların xüsusi rəğbətinə arxalana bilərlər. Oğlaq bürcü 29 iyun 2026-cı il. Məqamdan istifadə edin. Hazırda müsbət tendensiyaların təsiri güclüdür və ulduzlar sizə hər işdə dəstək vəd edir. Başqalarının bacarmadığı işdə uğur qazanmaq şansınız olacaq və bu ətrafdakılarda güclü təəssürat yaradacaq. Sizə əvvəllər qiymətləndirməyən insanlar nə qədər yanıldıqlarını anlayacaqlar. Ola bilsin ki, çox yaxın zamanda onlardan maraqlı təkliflər alasınız. Gün şəxs münasibətlər baxımından da əlverişli olacaq. Təşəbbüs göstərmək, çoxdan bəyəndiyiniz insana ilk addımı atmaq olar. Narahat vəziyyətlərdən qaçmaq mümkün olacaq. Hər şey gözlədiyinizdən də yaxşılanacaq. Artıq formalaşmış cütlüklər üçün isə axşam xüsusilə xoş keçəcək, əgər onlar xüsusi bir şey planlaşdırsalar. Dolça bürcü 29 iyun 2026-cı il. Günün əvvəlində xüsusilə çox cazibə və şirinlikləndirici vəziyyətlər olacaq. Bu vaxt emosiyalara qapılmaq deyil, sağlam düşüncəni rəhbər tutmaq vacibdir. Hisslərinizin təsiri altında hərəkət etsəniz, sonra da buna görə peşman ola bilərsiniz. Amma vəziyyətdə əhvalınız da kifayət qədər tez dəyişəcək. Faydalı bir işlə məşğul olmaq istəyəcəksiniz. Bunun üçün dərhal imkan yaranacaq. Müsbət tendensiyaların təsiri getdikcə güclənəcək. Günün ikinci yarısı yeni imkanlarla zəngin olacaq və siz onların heç birini əldən verməməyə çalışacaqsınız. Tam yerində olaraq yanınızda hər məsələdə güvənə biləcəyiniz köməkçilər olacaq. Balıqlar bürcü 29 iyun 2026-cı il. Sizi hadisələrlə zəngin, maraqlı, amma kifayət qədər yorucu bir gün gözləyir. Bu cümə günü sizi nə qədər maraqlı işlər gözləsə də istirahət üçün fasilələr verməyi unutmayın və öz üzərinizə həddən artıq yük götürməməyə çalışın. Əgər bəzi işləri etibarlı köməkçilərə tapşırmaq mümkündürsə, məhz belə edin. Ürəyinizcə olmayan işləri başqasına həvalə etməkdən də çəkinməyin. Ola bilər ki, yaxınlarınızda məhz belə tapşırıqları yerinə yetirmək arzusunda olan insan olsun. Günün ikinci yarısı romantik görüşlər üçün əlverişli olacaq. Bu görüşlər qeyri-adi və yadda qalan keçəcək. Çoxdan dəyər verdiyiniz insanı yeni tərəfdən görməyə kömək edəcək. Yeni münasibətə hazır olan balıqların isə ümidverici tanışlıqlar qurması şansı olacaq.